Demək, salam uşaqlar, bir daha. Demək, bugünkü dərsimiz bizim çox adlılar olacaq və onlar üzərində əməllər. Demək, çox adlı niyə deyilir? Bir hədlinin cəbri cəminə çox adlı deyilir. Və bir hədlinin cəbri cəminə çox adlı deyilir. Məsəl üçün 3x kvadrat üstəgəl 2y ayrı-ayrı bir hədlilərdir. Onların cəmi olur çox hədli. Ümumiyyətlə bir şey deyim ki, uşaqlar, istənilən bir hədli çox hədli sayılır. Sadəcə bu bir hədli çox hədlidir. Bir həddi olan çox hədlidir. Amma bunun 2 dənə həddi var. Olur nə? Çox hədli. 3 dənə həddi də ola bilər. Məsəl üçün 5x kvadrat 3yz üstəgəl 5x. Bu oldu 3 həddi olan çox hədli. Demək, oxşar bir hədli nəyə deyilir bəs? Oxşar hədlərin islahı var çox hədlilərdən. Məsəl üçün 2 dənə bir hədli çox hədli götürək və bir dənə də çox hədli buradan götürək və buradan oxşar bir hədlilər var. Bunlar oxşar bir hədliləri toplayacağım. 10x kvadrat 3 ilə 5'i toplayınca 2. 2 həddi olan çox hədlidir bu. Demək, biz bir hədlilər üzərində əməllər var. Həmin əməllər hansılardır? Toplama əməli var, çıxma əməli var, çox hədlinin çox hədliyə vurulması var, sonra bölünməsi var, sonra çox hədlilərin vuruqlara ayrılması var. Bunlar çox hədlilər üzərində əməllərdir. Birinci çox hədlilərin, baxın uşaqlar, bura 2 dənə çox hədli yazmışam. Bu bir çox hədlidir, bir hədlidir, bu da bir hədlidir. Bunların əmsallarının cəmi 11'dir. Bəs qüvvətləri nəyə bərabərdir? Qüvvəti daha doğrusu dərəcəsi nəyə bərabərdir? Burada bir hədlinin 2'nin üstünə 3 gələn 5. Burada 3'ün üstünə 8 gələn 11. Çox hədlinin dərəcəsi orada iştirak edən bir hədlilərin dərəcələrinin ən böyüyüdür. Bu da 11'dir. Bu oldu çox hədli. Bəs çox hədlinin qüvvəti. Məsəl üçün belə bir çox hədli verib bizə. Belə bir çox hədlidir. Amma bu standart şəkildə çox hədli deyil. Standart şəkildə çox hədli o çox hədliyə deyilir ki, onun hər bir həddindən, oxşar həddindən bir yerdə olsun. Yəni də 2 dənə eyni olmasın. Bərabərdir. 7'nin üstünə 5 gələcəm 12x kvadrat y. Burada 3 müsbətdir, burada mənfidir. Çıxanda eləcək 2x y. Bu oldu ki, artıq bizim nəyimiz? Çox hədli. Çox hədlinin standart şəkildə yazılışı. Çox hədlinin standart şəkildə yazmaqdan ötürü oxşar bir hədlilərini islah edirik. Yəni sadələşdiririk. Sadələşdirəndən sonra alınan çox hədlimiz standart şəkildə çox hədli olur. Çox hədli deyəndə 5a kvadrat çıxılsın 7y bölünsün 2. Baxın, bu çox hədlidir. Amma bölünsün 3a bu çox hədli deyil. Hərfə bölmə olanda çox hədli olmur.
Hərfə bölmə, hərf varsa bölmə çoxədli deyil. Və çoxədlinin standart şəklindən danışdıq. Biz çoxədlinin qüvvətindən danışanda uşaqlar mütləqdir ki, o çoxədlini standart şəkildə yazmaq lazımdır. Məsəl üçün, mən belə bir standart şəkildə çoxədli yazıram. 5a kvadrat b üstə gəl 3a kvadrat b üstə gəlinsin 4ab kub çıxılsın. Buradan kvadrat olsun, çıxılsın 7a kvadrat b. İndi bu çoxədlinin biz dərəcəsini axtarmalıyıq. Birinci gəlin bunu standart şəkildə yazağın. 5a kvadrat b, 7a kvadrat b. Çıxılır, qalır mənfi 2a kvadrat b. Üstə gəlinsin 3a kvadrat b kvadrat. Çünki ondan başqa oxşar toplanan yoxdur. Üstə gəlinsin 4ab kub. Bu oldu standart şəkildə çoxədli. İndi onun qüvvətini tapanda 2-nin üstünə 1 3, 2-nin üstünə 2 4, 1-in üstünə 3 4. Ən böyüyü 4 olduğuna görə 4 götürürük. Bu olur çoxədlinin dərəcəsi 4-dür və standart şəkildə yazılışıdır. Bir dənə də nümunə yazdım. Məsəl üçün belə yazılır ki 5a kvadrat b üstə gəlinsin 3a kvadrat b kub üstə gəlinsin 4ab kub üstə gəl 3. Bu deyir çoxədli standart şəkildə yazılışında, bəli standart şəkildə yazılışdır. Dərəcəsini deyək. Dərəcəsinə baxırıq. 2-nin üstünə 1 3 dərəcəsi. 2-nin üstünə 3 5 bunun dərəcəsi. Bunun dərəcəsi 4-dür. Ən böyük 5 olduğuna görə dərəcəsi və yaxud da qüvvəti nədir? 5-dir. Bu oldu çoxədlinin dərəcəsi. Bizə hər hansı bir çoxədli verilir. Məsəl üçün A çoxədlisi verilir. AX çoxədlisi adətən belə yazılır, hər hansı bir çoxədli. Onun dərəcəsi olsun M. BX çoxədlinin dərəcəsi olsun N. AX vurulsun BX çoxədlinin dərəcəsi olacaq M üstə gəl N. AX bölünsün BX çoxədlisinin dərəcəsi olsun M çıxılsın N. Bu halda M N-dən böyük olmalıdır. AX çoxədlisinin qüvvəti M-dir. Onun kvadratı olanda və yaxud da ki, üstü hər hansı bir dəyişən olanda, K olanda olacaq onun dərəcəsi M vurulsun K. BX çoxədlisinin dərəcəsi də K olanda onun dərəcəsi olacaq N vurulsun K-ya. Məsəl üçün, hər hansı bir AX çoxədlisinin dərəcəsini verib və onun üstündə bir dənə K verib, BX çoxədlisinin dərəcəsini də verib K. Bu çoxədlinin dərəcəsi, K x'də qalmasın, bu olsun R. Bu çoxədlinin dərəcəsi M vurulsun K'dır. Üstə gəlsin. Bu çoxədlinin dərəcəsi L vurulsun M. Uşaqlar, mən burada AB yazmışam. Burada istənilən ədəd ola bilər. M də ola bilər, N də, fərqi yoxdur. İndi hər hansı bir dənə M çoxədlisi verilib. İndi bu cür yazıram. Dərəcəsi 7-dir. N çoxədlisinin dərəcəsi 9-dur. M üstə gəl N çoxədlisinin dərəcəsi ən böyük götürürük 9. M çıxılsın N çoxədlisinin dərəcəsini 9 götürəcək. M vurulsun N çoxədlisinin dərəcəsi olacaq 7 üstə gəl 9-a.
n bölünsün n olanda eğer hansından böyükdür, onda burada n böl m olanda 9 çıx 7 olur. M üssü n çoxadlisinin dərəcəsi olacaq. Yəni m üssü 2-nin dərəcəsi olacaq 18. Yəni m-dirsə 14. N üssü 3-ün dərəcəsi olacaq 9-u 3-ə vuranda 27. Baxın uşaqlar, bu dərəcələri tapılma yoluna fikir verin. Uşaqlar imtahanda gedir, sonra bunları toplayırlar. Olmaz. 9-un üstünə 7 gələndə 16 olmaz. Ancaq onda olar ki, bu vurma olar. Toplamasında, çıxılmasında yox. Bir də çoxadlinin əmsalları var. Məsəl üçün 4, x üssü 8, 3, x üssü 6, üstəgəl 2x kvadrat, üstəgəl 5. Əmsalları 4, mənfi 3, 2, bir də 5'dir. Bu əmsallarda eyni zamanda buna deyirlər sərbəst həddir. Yanında hərf olmayan ifadəyə deyirlər sərbəst hədd. Hərf olmayan hədd olur sərbəst hədd. Bizə bəzən sual verirlər ki, hər hansı bir hədlidir. Məsəl üçün 9 x kub çıxılsın 7x kvadrat üstəgəl 6x çıx 3. Bəzən deyirlər ki, bu hədlinin əmsallarının cəmini tap. Onda bu x-ların yerinə aparıb 1 qoyuruq. 1'in kubu 1'dir, 9'a 1 rəmən 9 çıx. 1'in kvadratı 1'dir, 7'yə vuranda 7. X-in yerinə 1 qoyuram, 1'in üstünə 6, 6 çıx 3. O da bərabərdir. 9'dan 7 çıxıram 2, 2'nin üstünə 6, 8, 8'den 3 çıxıram 5. Oldu bunun dərəcəsinə 5. Sərbəst həddə hərf olmayan rəqəmə sərbəst hədd deyilir. Baxın, çoxədlilərin cəmi, fərqi, hasili çoxədlidir. Çoxədlilərin cəmində oxşar ədləri toplayıb həll edirik. Yəni onu standart şəkildə gətiririk. Bir də çoxədlilər üzərində vurma əməlləri var. Bir ədlin çoxədliyə vurulması, çoxədlin çoxədliyə vurulması. Məsələn, 2 dənə çoxədli götürürük. Gəlin birinci çoxədlilərin vurulmasını götürək. Birinci bir hədlinin çoxədliyə vurulması. Bərabərdir. Bir ədlini çoxədlinin hər bir toplananla ayrı-ayrıqda vururuq. Mənfi 3'ü 5'ə vururam, edir mənfi 15, x üssü 2'nin üstünə 2, 4. Mənfi 3'ü 2'yə vuranda üstəgəl 6, x kvadrat da y. Salam. Bu indi çoxədlinin dərəcəsi 4'dür. Çünki ən böyük bir ədlinin dərəcəsi 4'dür. İndi bir başqa ədəddir. Məsəl üçün 3a üstəgəl 4 bir çoxədlidir. Digər çoxədlimiz də 2a çıxılsın 5 olsun. Bərabərdir. 3a'nı 2a'ya vururam, edir 6a kvadrat. 3a'nı 5'ə vuran edir 15a. 4'ü 2'yə vuran edir 8a. 4'ü 5'ə vurulsun, çıxılsın 20. Bərabərdir. 6a kvadrat. Baxın, 15a mənfidir 8'i. Çıxanda qalır 7a. Çıxılsın 20. Bu oldu çoxədlinin çoxədliyə vurulması. Yine bu çoxədlinin dərəcəsi 2'dir. Bir başqa deyim, 5x kvadrat üstəgəl 3y vurulsun 7x çıx 4y. İndi bərabərdir. 5'i 7'yə vuram 35, x üssü 3. Çıxılsın. 5'i 4'ə vuram 20, x kvadrat y. Üstə gəlinsin. 3'ü 7'yə vuracam. 21 x y çıxılsın 12 y kvadrat.
İndi burada oxşar bir ədli yoxdur. Ona görə elə oldu çox ədlinin standart şəkildə yazılışı bax budur. Çox ədlinin çox ədli ilə toplanması. Məsəl üçün 3a kvadrat üstəgəl 4a üstəgəl 5. Bir çox ədlidir. Bir də üstünə gələcəm 7a kvadrat çıx 5 üstəgəl 4a bərabərdir. 3a'nın üstünə 7a gələcəm 10a kvadrat. 4a'nın üstünə 4a gələcəm 8a. 5'lə də 5 gedəcək. Oldu bir ədli. Bu da çox ədli. Bunun qüvvəti 2'dir. Və çox ədlinin çox ədliyə çıxılması bərabərdir. 5a kvadrat çıx 7x çıxılsın 4x üstəgəl 3a kvadrat bərabərdir. 5a kvadrat 3a kvadrat eləyir 8a kvadrat. 7x çıx 4x eləyir 11x. Bu oldu bizim çox ədlimiz. Bunun da dərəcəsi 2'dir. Baxın, çox ədlilər arasında bəzən ən çox düşən sual vurulmasıdır və çox ədlilər üzərində vuruqlara ayırmadır. Çox ədlilər üzərində vuruqları ayırma böyük bir izahı inşallah gələn dərs çəkəcəm və çox ədlilər üzərində belə bu qədər əməl yerinə yetirilir. Hələlik sağ olun, növbəti videoda görüşərik.